Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Azərbaycan ərazisində ilk tayfa birlikləri və dövlət qurumları haqqında məlumat verəcəm. Deməli, gəlin ilk növbədə baxaq görək Azərbaycan tayfaları xəritəmizdə hansı ərazilərdə yaşayıblar. Belə ki, biz danışacağıq ən çox Kutilərdən, Lulubilərdən, Turukkilərdən, Arrattadan və ilk növbədə bunu bilməliyik ki, burada iki tayfamız var ki, həmin tayfaları biz Araz çayından aşağıda yox, yuxarı hissədə axtarmalıyıq. Yəni xəritələrdə düşərkən Naxç və Gərgər tayfalarını biz Araz çayından yuxarıda axtarmalıyıq. Baxın elə Naxçıvan və Nil Qarabağ ərazisində yerləşən tayfalar olub, yaşayan tayfalar olub. Gələk Kutilərə. Kutilər gördüyünüz kimi bu Urmiya gölüdür. Urmiya gölünün qərb hissəsindədir. Bunu necə bilirik? Dəfələrlə demişik, xəritə ilə üzdə duranda yuxarı tərəf şimal, aşağı tərəf cənub, sol tərəf qərb, sağ tərəf isə şərq adlanır. Qərb tərəfdə gördüyünüz kimi Kutilər yerləşir. Cənub tərəfdə isə Lulubilər, Turukkilər, Sular yerləşir. Baxın, Kaduslər, burada Qızılüzən çayı var ki, hansı ki Qızılüzən çayının aşağı axarlarında yerləşir. Kaspilər isə məhz Xəzər dənizi sahilində yaşayan tayfalar olub. Gəlin Arratta haqqında məlumat verək. Hansı ki Azərbaycanın ilk dövlət qurumlarından biri olan Arratta eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmışdı. Hətta qədim şərqin ilk dövlət qurumlarından hesab olunur və Arratta hökmdarları bir qayda olaraq ensi rütbəsini daşıyırdı. Təbii ki bu Şumerlə əlaqəli idi. Şumerlərlə əlaqələr istər-istəməz bizim tayfaların da mədəniyyətinə, sosial-iqtisadi inkişafına təsir göstərmişdi. Ümumiyyətlə, gəlin əvvəldə bunu izah edim ki, nəyə görə Azərbaycanın şimalında yox, cənubunda ilk dövlət qurumları, dövlətlər meydana gəlib. Yəni, nəyə görə ilk dəfə Azərbaycanın cənubunda, Azərbaycanın cənubu deyəndə Araz çayından aşağıdakı torpaqları başa düşməliyik. Bunun səbəbi məhz iki çay arası ilə əlaqələr olmuşdur. Bildiyimiz kimi, yəni Mesopotamiyada ilk dövlətin yaranması, ilk sivilizasiyanın yaranması istər-istəməz Mesopotamiyaya yaxın olan ərazilərə də təsir göstərmişdi. Elə Mesopotamiyaya da yaxın olan ərazi məhz Azərbaycanın cənub hissəsi hesab etmək olar. Yəni şimala nisbətən cənubu daha tez yaxın idi. Bunu öz dilimizdə belə izah edə bilərik. 5 yaxşı dostumuz varsa, əlbəttə ki, 6-cısı da biz olarıq. Əgər 5 pis dostumuz varsa, həqiqətən də 6-cısı yenə də özümüz olarıq. Yəni ətraf mühit insana təsir göstərir. Bizim də cənub ərazilərimizin Mesopotamiyaya yaxın olması Mesopotamiyada baş verən inkişafın tez bir zamanda Azərbaycanın cənubuna da təsir göstərməsinə səbəb olmuşdur. Arrattada Şumerlərlə, Mesopotamiya ilə mal mübadiləsi aparırdı, ticarət əlaqələrinə malik idi. Ölkədə çox tanrılıq mövcud idi. Məsələn, ilahə inanla məhəbbət və bərəkət ilahəsi sayılırdı. İlahə Lama isə Arrattanın mühafizəçisi sayılırdı. Arrattadan qeyd etdiyim kimi Mesopotamiyaya, yəni iki çay arasına məbəd tikmək üçün ustalar gedirdi. İki çay arasına Arrattadan qiymətli daşlar, tikinti materialı, eyni zamanda lacivert daşı aparılırdı. Və lacivert daşı harda əsasən belə deyək bu daşlara rast gəlmək olar? Bu haqda məlumat 14-15-ci əsrdə yaşamış Əbdürrəşid Əl-Bakuvinin verdiyi məlumata əsasən lacivert daşı, qiymətli daşa Marağa ilə Təbriz arasında. Baxın, bu Təbriz, bu da Marağa. Marağa ilə Təbriz arasında yerləşən Səhənd dağ ətəklərində məhz lacivert daşına rast gəlmək mümkün idi. Daha sonra ümumiyyətlə Arratta haqqında məlumata biz Elmerkar və Arratta hökmdarları dastanında rast gəlinib ilk dəfə. Azərbaycan tayfaları və dövlət qurumları haqqında məlumata isə Şumer və Şumer-Akkad mixi yazılı mənbələrdə rast gəlinmişdir. İndi isə keçək Lulubilərə. Lubi dövlət qurumu eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdı. Baxın, fərqləndirək, Arratta 3-cü minilliyin birinci yarısında, Lulubilər isə 3-cü minilliyin ikinci yarısında yaranmışdı. İmmaşqun dövləti yaratmışdı. Lubi dövlət qurumunu İmmaşqun yaratmışdı və İmmaşqun padişahlar padişahı adlanırdı. Çünki bütün vilayətləri ələ keçirmişdi. Belə adlanmağının səbəbi də məsələn, bütün deyirik ki, vilayətləri, baxın, özü bir hakim idi və bir tabi etdiyi vilayətin də bir hakimi var idi. Həmin o tabi etdiyi vilayətin də hakimini özünə tabi edəndə avtomatik olaraq padişahlar padişahı titulunu almış olur. Bu məntiqlə yanaşırıq. Lubi dövlət qurumunun ən qüdrətli hökmdarı Anubani olmuşdu. Anubaninin çoxlu uğurları var. Onun uğurları da elə daş sütunda öz əksini tapmışdı. Buna qələbə sütunda deyə bilərik. Hansı ki bu qələbə sütununun, daş sütununun olması da bizə iki faktın olmasını sübut edir. O fakt nə idi? Həmin dövrdə mixi yazını bilən
mirzələrin olmasını, bir də abidə yonan ustaların olmasından bizə xəbər verirdi. Baxın, deməli daş sütunun olması nəyi sübut edirdi? Mixi yazını bilən mirzələrin olmasını, bir də deməli abidə yonan ustalardan bizə xəbər verirdi. Lubilərin ərazisi, Lubi dövlət qurumu ərazisi Urmiya gölündən Diyala çayına qədər uzanırdı. Diyala çayı da elə Dəclə çayının bir qoludur və çox qollara ayrıldığına görə ölümə məhkum olunmuş çay da adlandırır. Lubilər Akkadlarla mübarizə aparmışdı və hətta Akkad hökmdarı Naram-Suyenin ilk dəfə qalib gəlsə də Lubilər üzərində, sonraki 3 yürüşü isə uğursuzluqla nəticələnmişdi. Lubilər də iki çay arasıyla, yəni Mesopotamiya ilə əlaqələrə malik olmuşdular. Hətta iki çay arasının Nuzi şəhərində yaşayan Hurrilərlə mal mübadiləsini aparırdılar. Əkinçiliklə, maldarlıqla məşğul idilər. Hətta dəməyə əkinçiliyi mövcud olmuşdu. Bəs deyə bilərsiniz ki, müəllim, dəməyə əkinçiliyi necə bir əkinçilikdir? Yəni, suvarmaya ehtiyacı olmayan əkinçilik. Yəni, torpaq o qədər münbit idi ki, nəysə əkib becərəndə, yəni süni suvarmaya, onu suvarmaya ehtiyac yox idi. Belə əkinçilik dəməyə əkinçiliyi adlanır. Süni suvarmaya ehtiyac olmayan əkinçiliyidir. İndi isə keçək Kuti dövlət qrupuna. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdı. Qeyd edim ki, Kutilərin yaranması ilə Lubilər yaranması eyni minilliyə və minilliyin yarısına təsadüf edir. Amma Arapda fikir verin, 3-cü minilliyin birinci yarısıdır. Kutilərdə Lişir Pir adlı bir hökmdarın adı çəkilir qaya üstü təsvirlərdə və ərazisi isə Urmiya gölündən İran körfəzinə qədər. Bunu elə İ hərfi ilə İ, Kuti, İran körfəzi. Baxın, belə yadda saxlaya bilər. Çünki həm Lulubilərdə, həm Kutilərdə, həm Arapda bir tərəfdə Urmiya gölüdür. Onsuz da belə deyək də, demək olar ki, şimala baxanda sərhəd Urmiya ilə belə deyək də sərhədlənir. Cənubda isə fərqli. Birində Diyaladır, digərində isə İran körfəzidir. Kutilər də Akkadlarla mübarizə aparmışdılar. Hətta Akkad imperiyasının, dünya tarixində ilk imperiya sayılan Akkadların varlığına son qoymuşdular. Bəs Akkadlar harada yerləşirdi? Biz keçən dərslərdən məlumatlıyıq ki, Akkad imperiyası Mesopotamiyada iki çay arasında yerləşən bir imperiya idi və Akkadın varlığına son qoyandan sonra avtomatik olaraq Mesopotamiyanı Kutilər alırlar öz cənginə və 100 il Mesopotamiyanı öz hakimiyyətində saxlayır. Kimlər? Kutilər. Bəs 100 illik bir hakimiyyəti dövründə Mesopotamiyanın taleyi necə oldu? Əlbəttə ki, əmin-amanlıq yarandı. Tayfalar arası toqquşmaya son qoyuldu, məbəd tikintisi davam etdirildi. Yəni, müsbət şeyləri götürürsünüz Kutilərin orada hakimiyyətdə olduğu dövrdə. Kutilərin bir mənfi tərəfi nə idi? İşğal etdiyi ərazini öz canişinləri ilə yox, həmin işğal etdiyi ərazinin yerli sakinləri vasitəsilə idarə edirdi. Yəni, Kutilər gedib Mesopotamiyanı işğal edib, düzdürmü? Bir var ki, özlərindən kimsə ora hakim təyin etsinlər Mesopotamiyaya. Öz nümayəndəsini biri var, özünküsün təyin etsin ora hakim. Bir də var ki, Mesopotamiyanı yerli, yəni ya Şumerlərdən, ya Akkadlardan, baxın, yerli sakinlərdən əgər oraya hakim təyin edirsə, bu gələcəkdə problemə səbəb olacaq. Həmin o Şumer, Akkad o hakimlər yavaş-yavaş güclənəcək, sonra kimə qarşı çıxacaq? Kutilərə qarşı çıxacaq. Buna görə də Kutilərin yavaş-yavaş hakimiyyəti orada zəifləyirdi. Hətta onu da deyim ki, sonuncu Kuti hökmdarı Tirkan olur. Tirkan da cəmi 40 gün hakimiyyətdə qalır. Onu hakimiyyətdən devrəndən sonra Kutilərin Mesopotamiyada hakimiyyətinə son qoyulur, ümumi olaraq da zəifləyir. Şumerlərlə dostluq əlaqəsi saxlamışdı. Hətta Şumerlərin himayədarına, himayədar yəni Şumerləri müdafiə edən, Şumerləri hətta müdafiə edirdilər Kutilər. Demokratik idarəetmə var idi Kutilərdə. Demokratik idarəetmə nə deməkdir? Yəni, bir var ki, hakimiyyət irsən keçsin, atadan oğula və ya qardaşdan qardaşa, bir də var ki, seçki yolu ilə keçirilsin. Yəni, hakimiyyətdə olanı, hakimi, hökmdarı seçki yolu ilə əgər seçirlərsə, bu demokratik idarəetmədir. Kutilərdə də demokratik olub. Baxın, nə Arapda da olub, nə də Lubilərdə. Yalnız Kutilərdə demokratik idarəetmə olub. Bir də çoxallaqlı, ümumiyyətlə qədim bir dövrdən danışanda demək olar ki, biz çoxallaqlığı görürük onların dini görüşlərində. Artıq Kutilərin, Lubilərin, suların, belə deyək də, artıq müstəqilliyinə 3-cü minilliyin sonlarında son qoyulur. Baxın, 3-cü minilliyin ikinci yarısında yarandı, eyni zamanda birinci yarısında yaranmışdı Arapda. 3-cü minilliyin sonunda bu dövlət qurumlarının varlığına son qoyulandan sonra tarix səhnəsinə 2-ci minillikdə Turukkilər gəlir. Həmin bu Turukkilər 2-ci minillikdə gəlir və müstəqil siyasət yeridir. Yəni, heç kimə tabi deyiləm, müstəqiləm mən. Bəs buna kim qarşı çıxacaq? Əlbəttə ki, Aşurlar. Və Turukkilər də Aşurlarla neyəcək? Müharibə aparacaq. Bəs bu müharibədə taleyi necə olacaq? Turukkilər həm öz ərazisini müdafiə edəcəklər, həm də Aşurun Şarra vilayətini tutacaq.
Şuşara. Baxın, Aşura qarşı mübarizə aparmaqla yanaşı hətta Aşurun Şuşara vilayətini belə tuturlar. Daha sonra hələ 2-ci minillikdə Babillərlə də mübarizə aparırlar və Babil hökmdarı həmin zamanda Hammurapi idi. Hammurapi ilə mübarizə aparmağın nəticəsində Turukkilər hətta gedib Babil ərazisində də tədricən məskunlaşmışlar. Bu faktlara diqqətlə yadda saxlayın. Bu tarix 3 yox, 2-ci minillikdir. Eramızdan əvvəl 2-ci minillikdə məhz Aşur hökmdarı artıq Turukkilərdə zəifləyəndən sonra Aşur hökmdarı Adad Nirari gəlir, Kutiləri, Lulubləri, Turukkiləri, Suları, bütün Azərbaycan tayfalarını ələ keçirir və Azərbaycanı işğal edir. Kim? Aşur, Assuriya. İki adda rast gələ bilərsiniz, eyni ifadədir. Aşur və ya Assuriya. Aşur və ya Assuriya eyni mənaya gəlib çıxıb, eyni dövlətin iki adıdır. Və artıq zaman-zaman Azərbaycan tayfaları fikirləşdilər ki, biz artıq bir dövlətdə birləşməliyik. Bəs bir dövlətdə birləşməni zəruri edən faktlar nə idi? Yəni hansı əlamətlər bir dövlətdə birləşməni özündə belə deyək də ehtiva edirdi? Əlbəttə ki, düşmənə qarşı mübarizə. Düşmənə qarşı mübarizə aparanda bir var ki, hər kəs ayrı-ayrı mübarizə aparsın. Bir də var ki, hamısı birləşsin, bir dövlət şəkildə mübarizə aparsın. Bunda daha güclü olar, düzdürmü? Sonra qonşu dövlətlərlə əlaqə, sosial-iqtisadi inkişaf və bu səbəblərə görə artıq Azərbaycan tayfaları bir dövlətin tərkibində birləşmişdir. Onu da qeyd edim ki, eramızdan əvvəl 3-cü minillikdə Azərbaycan dövlət qurumlarının olması Azərbaycanda dövlətçilik ənənəsinin qədim köklərə söykəndiyini sübut edirdi. Mənim dövlət qurumları və tayfa ittifaqları haqqında verdiyim məlumat bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm. Əgər ki, videomuz faydalı olsa, bəyənməyi və abunə olmağı unutmayın.